Здравствуйте, herkese salam. Bugünkü mövzumuz zərflər, наречия. Наречие – это самостоятельная, незаменимая часть речи, которая обычно обозначает признак действия. Zərflər adətən hərəkətin əlamətini bildirən, dəyişməyən, müstəqil nitq hissəsidir. Zərflər как, где, когда, куда, откуда, почему suallarına cavab verir. Gəlin baxaq. Играем весело. Играем как? Весело. Приедем завтра. Приедем когда? Завтра. Летит вдалеке. Летит где? Вдалеке. Наречия не склоняются, не спрягаются, нет окончаний, не изменяются по родам и числам. Наречие может обозначать 3 вида признаков в зависимости от того, к какой части rечи относится. Hansı söz növünə aid olduğundan asılı olaraq zərf 3 növ xüsusiyyəti göstərə bilər. Və bu halda o feilə aid olur. Məsələn, запомнить как, наизусть. Наречие наизусть относится к глаголу запомнить. Yəni, наизусть zərfi запомнить feilinə aid olunur. Daha nadir hallarda zərf əşyanın əlamətini bildirir. Bu hallarda zərf ismə aid olur. Путь какой? Напрямую. Наречие напрямую относится к существительному путь. Burada zərf birbaşa yol isminə aiddir. Və bu halda какой sualı verilir. Və bundan əlavə zərf əlamətin əlamətini bildirə bilər. Bu halda zərf sifətə və ya başqa bir zərfə aid olur. Məsələn, удивительно быстрый. Наречие удивительно относится к прилагательному быстрый. Burada təəccüblü zərfi sürətli, yəni быстрый sifətinə aiddir. По своему значению наречие делится на следующие разряды. Zərflərin mənaları aşağıdakı qruplara bölünür. Наречие образы действия, yəni hərəkətin tərzini bildirən zərflər. Отвечает на вопросы как, каким образом, yəni necə və ya hansı şəkildə sualına cavab verir. Məsələn, быстро, медленно. Sürətli, yavaş-yavaş. Наречие времени, zaman zərfi. Sualları когда, с каких пор, до каких пор, как долго. Сегодня, завтра, вчера, утром. Наречие места, məkan zərfi. Sualları где, куда, откуда. Məsələn, здесь, там, вблизи, вдали. Наречие причины. Sualları почему, от чего, по какой причине. Məsələn, от того, потому, сгоряча, спросонья. Наречие цели, məqsəd zərfi. Sualları зачем, с какой целью, для чего. Нарочно, специально, в шутку. Наречие меры и степени, ölçü və dərəcə zərfləri. Sualları сколько, насколько, во сколько, в какой мере. Например, очень, много, совсем, довольно. Предложение наречия чаще всего является обстоятельством. Cümlədə zərflər ən çox hallıq, zərf təyini rolunu oynayır. Məsələn, машина ехала быстро, машина ехала как? Быстро. Быстро – это обстоятельство, yəni zərflikdir, hansı ki zərflə ifadə olunur. Кроме обстоятельства, наречие может являться и всеми остальными членами предложения. Zərflikdən başqa zərf cümlənin digər üzvləri də ola bilər. Və beləliklə biz zərflərlə tanış olduq. Kanalımıza abunə olmağı unutmayın. Rus dilini bizimlə öyrənin. Hələlik.